Vaxtınız xeyir olsun. Bugün sınaq üçün izahını sizə təqdim edəcəm. Vaxt itirmədən keçək suallarımıza. Cədvəldəki uyğunsuzluğu müəyyən edin. Bizdən səhv fikir istəyir. Pəri və məni candan usandırdı. Şeirləri doğrudur, yanlışdır. Demək, təsvir olunan gözəl real insanı bəli, Pəri qoşmasında El-Obanın təriflədiyi, şairin də özünün tanıdığı bir obrazdır. Bu doğrudur. Şeirdə şairin təxəllüsünü görmək mümkündür. Bu da doğrudur. Çünki son bənddə görürük ki, deyir, günəş təki hər çıxanda səhərdən, alırsan Vaqifin əqlini sərdən. Duaçınam, salma məni nəzərdən. Əskik olmayasan, sən adam pəri. Demək, bu doğru fikirdir. İndi keçirəm. Deyir, şeirin vahidi bənddir. Bəli, bu doğru fikirdir. İlahi eşqin təsviri güclü olan şeirdə lirik qəhrəman ilk misralarda şikayət etməyə başlayır. Bəli, bu da doğru fikirdir. Biz elə ilk beytdə görürük ki, deyir, məni candan usandırdı, cəfadan yar usanmazmı? Fələklər yanda ahimdən, muradım şəmi yanmazmı? Yəni, məni candan bezdirdi, yar cəfa etməkdən deyir, bezmir. Deyir, fələklər mənim ahımdan, naləmdən yanır. Deyir, muradımın, arzumun şamı yanmazmı? Elə ilk beytlərdə biz bunu görürük. Əruz vəzninin Həzəc bəhrində yazılmışdır. Bəli, bu da doğrudur. Lirik qəhrəman tənələrdən bezdiyini, rüsvay olduğunu bildirir. Bu yanlış fikirdir. Deyir, lirik qəhrəman tənələrdən bezdiyini, baxın, rüsvay olduğunu bildirir, düzdür. Amma ki, həmçinin orada deyir ki, rüsvay olsa da bu yoldan dönməyəcək. Yəni ki, tənələrdən bezdiyini biz orada deyə bilmərik. Yəni, rüsvay olduğunu bilirik, amma ki, tənələrdən bezdiyi yanlış fikirdir. Yanlışın altından olsa yanlışı götürməliyik, doğrunun altından doğrunu. Amma bizdən uyğunsuzluq istədiyinə görə, demək, doğrunun altından yanlış varmı? Yoxdur. 1, 2, 3 çıxdım. Yanlışın altından doğru varmı? Var. 4, 5. A bəndi. Keçdim. Hansı əsərlərdə dilə qoyulan qadağalara müəllif münasibəti əksini tapıb? Təbii ki, biz elə iki əsərdə bunu görürük. Bir İstiqlal əsərində, bir də Türkün dili əsərində biz bunu görürük. Məsələn, İstiqlal poemasında görürük ki, bu bənddə qeyd edir, müəllif qeyd edir. İnsan olmaq üçün uşaq dil açar. Yasaqlar önündə biz dilsiz olduq. Dil varsa xalq da var, şan şöhrət də var. Dil yoxsa millət yox, heç varlıq da yox. İstiqlal poemasında görürük bunu. Dilə qoyulan qadağalara müəllif münasibəti. Baxın, indi Türkün dili şeirində də biz nəzərə yetirək. Deyir, ötməz, oxumaz, bülbülü salsan qəfəz işə, dağ-daşda doğulmuş dəli ceyran həmil olmaz. Görürsünüz, biz bu beytdə də bunu görürük. Ona görə 2-3-ü götürdüyü cavab oldu Y bəndi. Həmçinin nümunələrlə gətirmək istəyirəm ki, sizin yadınıza daha yaxşı qalsın. Nümunələr insanın gözünün qarşısına gələndə testdə rahat yazır. Cədvəldəki bütün uyğun fikirləri müəyyən edin. Aha, Durnalar şeiri, Qasımbəy Zakirin. Lirik qəhrəman doğrudur, yanlışdır. Həm yarından, həm də vətəndən ayrı düşdüyü üçün kədərlidir. Bəli, bu doğrudur. Bəzən fikrini gizli şəkildə ifadə edir, ictimai mətləblərə toxunur. Bəli, bu da doğrudur. Məsələn, biz burada görürük ki, deyir, Laçın yatağıdır bizim məkanlar, yavaş-yavaş gedin, səsiniz anlar. Qorxuram toxuna ötən zamanlar, sürbəniz dağılıb çaşa durnalar. Qürbət sıxıntısından daha çox canan həsrəti ilə qovrulur. Xeyr, bu yanlış fikirdir. Hisslərini təzadlı formada çatdırmağa üstünlük verir. Bu təzadlı formada fikir çatdırmaq məsələsi yoxdur, ümumiyyətlə. Bu yanlışdır. Laçın yatağıdır bizim məkanlar, yavaş-yavaş gedin, səsiniz anlar deyəndə misralarında doğma yurdunun müsbət planda, əksinə. Baxın, burada mənfi mənada deyir əslində. Burada Şuşanın gözəlliklərindən danışmır. Yəni, deyir ki, vətənin ovçu quşların məkanı olduğu, yaşadığı ölkənin qarışıq və təhlükəli olduğuna işarə edir. Baxın, bu müsbət planda deyil. Ona görə bu yanlışdır. Demək, doğrunun altından doğrunu, yanlışın altından yanlış götürəndə 1, 2, 4, 5 olur. D bəndi. Zeybək qızı əsərinin məzmunu ilə bağlı hansı fikir doğrudur? Mithət Əfəndi Anadoluya getmək istədiyini əvvəlcə atasına deyir. Elə demək olar ən axırıncı onun xəbəri olur. Mithət Əfəndi Zeybək qızının xəyalını ikinci dəfə evlərin pəncərəsindən baxanda görür. Bəli, birinci dəfə camidə görür xəyalını. İkinci dəfə evlərin pəncərəsinə baxanda görür. Artıq real olaraq onu gördüyü səhnə düşmən tərəfə kəşfiyyata keçdiyi səhnədir. Münir bəy əski Osmanlı idi, bəli, amma azadlıq mübarizəsinə
Mithat Əfəndinin diqqətini çəkirdi. Yunan qaravoluna ova getmək ilk dəfə əsərin əsas qəhrəmanının ağlına gəlir. Xeyr, bu da səhvdir, belə bir fikir yoxdur. Səsli qız poeması əsasında klassiri tamamlayın. Müəllif artıq ilk misralardan qalib hökmdarın xarakterini aydın təqdim edir. Bəli, biz burada görürük ki, deyir, oxudum tarixlərdə qan içən bir hökmdar bir ölkəni amansız eyləmişdi tarimar. Onun xarakterinin açılmağını görürük. Bu doğru fikirdir. Demək, biz bura yazmalıyıq, doğru. Demək, birə siz C yazmalısınız. Bir C olacaq. Ona görə biz D-ni çıxırıq. Bir D olan variantlara çıxırsınız. Başlayırıq biz burada doğru fikirlər hansılardır, yalnız onları seçməyə. Bunlar da silək ki, qarışmasın başımız. Qalib şahı qarşılamağa keşiş xaçla, şeyx isə Quranla çıxır. Bəli, bu doğru fikirdir. 2A yazacağım. Xalqın qalib şahın ölkəni işğal etməsindən öncəki və sonraki durumu ürəyi açan idi. Necə ürəyi açan olsun ki, biz deyirik ki, ölkəni tarimar eləmişdi. Demək, B bəndi səhvdir. Müəllifin məğlub şaha olan məzəmməti əksini tapıb. Bəli, bu doğrudur. Baxın, biz bu misralarda görürük. Deyir, qarışmışdı xalqına ölkənin məğlub şahı, şahın bugün ağır daş asılmışdı boynundan, çıxmıyırdı əlləri. Xələtinin qoynundan keçən gündə edərkən Allahlıq iddiası, indi bu son cəlala kəsildi, durdu asi. Gir yerə, ey padişah, sənin bu boş başından nələr çəkdi məmləkət? Bir soruş göz yaşına. Məzəmməti biz burada elə gördük. A da oldu, E də oldu 2-yə. Aha, müəllif məzarlığa dönən ölkənin əvvəlki halına cənnətə bənzədir. Bəli, bu doğrudur. Çünki deyir ki, cənnət kimi bir ölkə məzarlığa dönmüşdü. Ona görə əldə yazıram. Cavab burada olur. C bəndi. F niyə olmur? Saranı ölkəmizin ulduzu kimi xaqana təqdim edənləri müəllif qəlbi kör adlandırır. Baxın, Saranı ölkəmizin ulduzu adlandırırlar, düzdür. Amma ki, xaqana təqdim edənləri müəllif qəlbi kör adlandırmır. Oradakı padşahı qəlbi kör adlandırır. Ona görə F bəndi səhvdir. Cavab oldu C bəndi. Keçirəm 6-cı sual. Hansı əsərlərdə pula, sərvətə meyilliyin insan taleyindəki acı təzahürü əksini tapıb? Elə biz birini İblis əsərində görürük, düzdürmü? Şeytan qızıl verərək Arifin başını aldadır. Daha sonra isə biz bunu görürük Vaqif əsərində Xuraman pula, sərvətə, məzhəbə meyil etdiyi üçün sonunda necə olur? Təbii ki, özünü atır qayadan, intihar edir, özünü öldürür. Elə ona görə olacaq 1-5. Yalnız biz bu əsərlərdə görürük. C bənd. Hansı variantda verilən fikir göstərilən əsərlər üçün ortaq cəhət deyil? Vaqif Anamın kitabı əsəri. Əsərdə müəllif hadisəyə birbaşa müdaxilə etdiyi müşahidə etmirik. Bəli, bunlar çünki dramatik növdə yazılan əsərlərə aiddir. Və bu hər iki əsərdə dramatik növdə yazılıb. Ona görə bu ortaqdır. Badi Səba, bir də Dəhnamə əsəri. Əsərdə aşiq sevgisi ucbatından istirab çəkir. Bəli, bu da ortaqdır. Azərbaycan şeiri, Azərbaycan dünyam mənim. Əsərdə doğma vətən tərənnüm edilir. Bəli, hər ikisində tərənnüm var, yəni ki, belə yadda saxlayaq mütləq şəkildə. Qurbanəli bəy və Bomba hekayələrində əsərin baş qəhrəmanı yerli ağalara yaltaqlıq edən şöhrətpərəst insandır. Biz Bomba hekayəsində görürük ki, yerli ağa deyil, burada yadelli ağadır. Yadelli. Elə Qurbanəli bəydə də görürük ki, orada pristava yəni yaltaqlıq eləyir. Yoldaşını tərifləyir, yaltaqlıq eləyir. Ona görə D bəndi ortaq deyil ümumiyyətlə. İntiqam dərs hekayələri əsərdə xalqımızın başına gətirilən müsibətlərdən biri mövzu obyektidir. Bəli. Hətta mən özüm də bu hekayələri tədris eləyəndə, oxuyanda o qədər çətinlik çəkirəm ki, çünki bizim xalqımızın başına gətirilən bu oyunlar, onun hisslərinin tərənnümü, indi İntiqam hekayəsini oxumusunuzsa bilirsiniz məzmunu necədir. Oradakı uşağın öldürülməsi birbaşa təsvir edilmir, amma ki biz onsuz da sonda onu görürük. Yəni çox dəhşətli bir şeydir. İnsan oxuya bilmir bu hekayələr, amma ki bizim xalqımız yaşayıb. Ona görə bu ortaqdır. Doğru fikir qarşısındakı xanada yer alan əsərə də aid ola bilər. Bizdən ortaq fikirləri istəyir. Demək, şair azadlığın
xalqının haqqı olduğunu dilə gətirir. Bəli, bu İstiqlal marşına aid Güney Türkün nəğməsi şeirinə də aiddirmi? Əlbəttə ki, aid deyil. Yəni ortaq fikir kimi götürə bilmərik. Lirik qəhrəmana görə bayraq millətinin ulduzudur və daim parlayacaq. Doğrudur, Azərbaycan bayrağına şeirində bu fikri biz görmürük. Şair həyata bağlılığını təsirli bir dillə ifadə etməyə çalışır və həyat sevgisi əsəri ilə müqayisə edirlər. Həyata bağlılığını bəli, biz həyat sevgisində görə bilərik, amma İstiqlal marşı şeirində biz bunu aid edə bilmərik. Vətənə bağlılıq deyə bilərik, bayrağa, vətənə bağlılığı deyə bilərik, amma həyata bağlılıq fikri burada yer almayıb. Bu bunun üçün doğrudur, belə deyək. Müəllif əsərdə Türk xalqının qorxmazlığı fikrində çatdırmağa çalışıb. İstiqlal marşına aid doğrudur. Həmçinin bu Zeybək qızında da var. Təbii ki. Ona görə deyəbəndə olacaq. Əsərdəki başlıca problem yadelli basqını və xalqın bu duruma olan reaksiyasıdır. Təbii ki, bu İstiqlal marşı şeirinə aid deyil. Ona görə bizdə cavab oldu. Deyəbəndim. 9-cu suala keçək. Gələcək gün əsərinin məzmununa aid hansı fikir doğrudur? Ata və anasını erkən yaşlarında itirən Firidun təhsil almaqdan məhrum olur. Təbii ki, bu səhv fikirdir. Çünki atası, biz burada qeyd edirik ki, atası pul yığır, Firidunu Təbrizə və ya Tehrana oxumağa göndərmək fikrinə düşür. Yəni biz ondan sonra görürük ki, hətta onun atası öləndən sonra da onun müəllimi onu atmır. Yəni oxudur ondan sonra da. Ona görə A bəndi səhvdir. Firidun rəiyyətin haqqını müdafiə etmək istəsə də sonradan fikrini dəyişir. Təbii ki, yanlış fikirdir. Həsən Ağanın ayağını kəsməyə razılıq verən Qəssabalı işi icra edəndən sonra ağlayır. Bəli, bu doğrudur. Hikmət İsfahani Kürd Əhmədi kəndə kəndxuda qoyaraq gedir. Burada kəndxuda yox, yəni ki, Hikmət İsfahani deyir ki, Kürd Əhmədi mən burada qoyub gedirəm, o da mənim vəkilimdir. Musa kişi buğdanı oğurladığını boynuna aldıqdan sonra kənd cəmaatı ondan üz çevirir. Xeyr, belə bir fikir yoxdur axı orada. Ona görə elə cavab oldu C bəndi. Doğru fikir. 10-cu sual. Müqayisə cədvəlindən bütün uyğun fikirləri seçin. Anamın kitabı Dəlikür. Aha, əsərdə xalqı üçün səmərəsiz fəaliyyət göstərən müəllim obrazları var. Bəli, burada qardaş obrazları görürük. Biri götürəcəm. Çar hakimiyyətinin iç üzünü əsərdə göstərmək mümkündür. Çar hökumətinin, ümumiyyətlə Çar hakimiyyətinin iç üzünü göstərmə məsələsi hər iki əsərə aiddir. Yəni bunu gərək ortağa yazardılar. Ona görə mən 2-ni götürmürəm. Əsərdə xaraktercə ziddiyyətli obraz var. Bəli, doğrudur. Cahandar ağanın özü elə ziddiyyətlidir. O həm təhsilə önəm verən biri idi, həm də ki, ümumiyyətlə geri qalmış düşüncələri ilə biz onu görürük. Məsələn, öz yoldaşı ola, yəni ki, Mələk xanımı öz evinə arvad kimi gətirir. Yəni 3 də doğrudur. Əsərin mərkəzində dayanan ailənin daxilində müxtəlif problemlərin şahidi oluruq. Bəli, biz burada hər ikisinə aid edə bildiyimizə görə ortağa yazılmalıydı. 4-ü götürə bilmərəm. Əsərdə qardaşlar arasında düşüncə müxtəlifliyi özünü göstərir. Bəli, bu hər iki əsərə aiddir. 5-i götürəcəm. Anamın kitabı əsərində qardaşların onsuz da 1-2 düşüncə müxtəlifliyi vardı. Burada Dəlikürdə də Şamxal və Əşrəfi deyə bilərik. Demək, əsərdə başlıca problem obrazların şəxsi həyatları ilə bağlı sıxıntıları ilə məhdudlaşır. Və belə bir şey deyə bilərəkmi ümumiyyətlə şəxsi həyatı? Məsələn, anamın kitabına biz necə aid eləyək? Çünki bu ümumiyyətlə bütövlükdə millətin problemi idi. Ona görə 6 ortaq götürə bilmərik. 1, 3, 5 və bənd. Təbrizim şeirinə aid ola biləcək fikirləri seçin. Şair metonimiyadan istifadə etməklə vətənimizin birliyi ilə bağlı düşüncələrin daha təsirli ifadəsinə nail olmuşdur. Bəli, onsuz metonimiya deyənə ad dəyişmədən istifadə olunub. Təbrizim Təbrizdəki xalqı, milləti nəzərdə tutur. Yəni bu doğrudur. Təbriz şairi gül çiçəyi ilə qarşılaşsa da şair sevinə bilmir. Çünki Təbrizin dərdləri ilə tanış olur. Köhnə dərdi təzələnir. Bəli, düzdür. Deyir, sən çıxdın qarşıma duzla çörəklə, bağından dərdiyin güllə çiçəklə. İkiyə bölünməz saf bir ürəklə. Təbrizim, Təbrizim, aman Təbrizim, yox olsun başından duman Təbrizim. Şeirin məzmununa görə babalardan öyüdlər dinləyən gənclərin qanı coşur. Bəli, doğrudur. Deyir, nə qəşəngdir, yol boyunca söyüdlər, söyüdlərin kölgəsində igidlər. Babalardan dinləyirlər öyüdlər. Coşur damarlarda qanı Təbrizim. Yoxdur bu mərdlərin insanı Təbrizim. Demək, bu da doğru oldu. 1-2-3 elə var. Şeirdə Azərbaycan ikiyə parçalanmasına doğan niskil əksini tapmış, şairin qəlbindəki ümidsizlik
Burada şairin qəlbindəki ümidsizlikdən söhbət gedə bilməz. Ona görə səhvdir. Şeirdəki təsvir və tərənnümün genişliyi mühüm siyasi mətləblərin qabarıq ifadəsinə imkan verməmişdir. Elə bu tərənnümün, təsvirin genişliyidir ki, burada biz siyasi mətləbləri də görürük. Təbrizin qədrini deyir ki, ancaq ayrılıq çəkənlərin, göz yaşı tökənlərin bildiyi vurğulanır. Məsələn, burada biz rast gəlirik. Nəyə görə burada göz yaşı tökürdülər? Yəni siyasi mətləblərə nəzər yetirmək o deməkdir ki, Cənubi Azərbaycanın taleyi də burada öz əksini tapıb. Demək bu səhv fikirdir. İmkan verib yazmalıydım. Əqrəb və çanaqlı bağa təmsili ilə bağlı uyğunluğu müəyyən edin. Əqrəbə aid doğru fikirdir. Əqrəb çanaqlı bağaya təklif edir ki, onu çaydan bağa keçirsin. Xeyr, bağa təklif edir. Ona görə bir yanlışdır. Bizdən doğrunu istəyir. Çanaqlı bağanın sancmasına adətinə uyğun davranması ilə izah edir. Bəli, təbii ki. Əqrəblə olan ədavətinə görə onu çaya atmaq qərarına gəlir. Xeyr, çünki onun xisləti o idi. Bu yanlış fikirdir. Əqrəbi üzü qara adlandırır. Bəli, bu doğrudur. Yanlışın altından yanlışı, doğrunun altından doğrunu götürməlisiniz. 2-3 olacaq. Y bəndi. Demək, hansı fikri zəhər əsərinin məzmunu əsasında adlandırmaq olar? Mir Qasımın 4 oğlu var idi. Bu səhvdir, çünki 3 oğlu var idi. A-nı çıxırıq. Qələmi qırmızı eləyək. Aha. Asırqal yesən zəhərlənməyə bilərsən. Xeyr, səhvdir. Heyvan zəhərlənərkən süd içirsən, mütləq sağalacaq. Mütləq deyə bilmərik. Ona görə C bəndə səhvdir. Aşıq Abbas yaradıcı aşıq olub. Bəli, doğrudur. Bəli, orada bənd də var. Deyir ki, ay duman, gəl keç bu yerlərdən. Bu yerlər təzə bar eyləsin. Həm gözlərim görsün səni, həm könlüm nübar eyləsin. Bayatlar içərisində ayrılım mövzulu olanlar daha çoxdur. Xeyr, məhəbbət mövzulu təbii ki, çoxdur. Demək, cədvəldən bütün doğru fikirləri müəyyən edin. Aha, bədii əsərlərdə süjetin mərhələlərin yerini dəyişmək olmur. Bəli, doğrudur. Mən necə dəyişim? Finala necə mən əvvələ gətirə bilərəm? Bədii zəmin deyərkən Zaviyaska mərhələsi nəzərdə tutulur. Xeyr, ekspozisiya, yəni giriş mərhələsi nəzərdə tutulacaq təbii ki. Kompozisiya hadisələrin bir-biri ilə əlaqələndirilməsidir. Bəli, doğrudur. 3-ü də götürəcəm, 1-i də götürəcəm. Cavab oldu A bəndi. Kompozisiyanın bir hissəsi olan lirik ricət nəsr əsərlərindən nəsrlə, xeyr, lirik ricət həmişə nəzmlə olur. Yadda saxlayın. Yalnız nəzm. Qampolad obrazı haqqında hansı fikir yanlışdır? Həbsdən qayıtdıqdan sonra Murad tərəfindən öldürülür, düzdür. Anasının onun qatilini ələ vermədiyindən xəbərsiz şəkildə dünyasını dəyişir. Bəli, onun xəbəri olmur, düzdür. Orxanın İsmətə olan sevgisi Qampoladı vadar edir ki, əlini qana boyasın. Xeyr, bunun heç xəbəri olmur. Ona görə C bəndi səhvdir. Özü öz intiqamını aldığını deyir. Bəli, sonda deyir bunu. Ölüm ayağında olarkən İsmətin çağırılmasını istəyir. Bəli, bu da doğrudur.